Esselamu Aleyküm izləyicilər. Bu video dəstə T hərfi haqqında məlumat verəcəm. Ərəb əlifbasının 3-cü hərfi T hərfidir. Bu hərf dilin ucunu yuxarı kəsici dişlərin kökünə vurmaqla və ya üst ön dişlərin ətlərinə toxundurmaqla tələffüz edilir. Azərbaycan dilində olan T səsinin incə formasıdır. Səslənməsinə nəzər salaq. T. T. Ekranda T hərfinin müxtəlif yazış formalarını görürsünüz. Bundan öncə keçdiyimiz B hərfinin forması kimidir. Lakin burada fərq nöqtələrin sayında və yerindədir. Belə ki, B hərfində aşağıda bir nöqtə qoyuruqsa, T hərfində yuxarı hissədə və 2 ədəd nöqtə qoymaqla bu hərfi yazırıq. Bu T hərfinin müstəqil yazılışıdır. Əvvəldə yazılışıdır, ortada, yəni hər iki tərəfdən, yəni həm sağdan həm soldan hərf bitişir və sonda yazış formasıdır ki, yəni özündən əvvəl hərf olduğu üçün, yəni burada çıxıntı işarəsi olur. İndi praktiki olaraq yazışına nəzər salaq, müstəqil formasını yazmağa başlayaq. Deməli, ilk öncə xətt çəkirik yuxarıdan aşağıya doğru və sola doğru, çünki sağdan sola doğru yazılır hərflər. İki damanı əhatə edəcək səviyyədə düz formada çəkirik və daha sonra aşağıdan yuxarıya doğru. B hərfində aşağıdadırsa nöqtə, T hərfində yuxarıdadır və 2 ədəddir, yəni 2 ədəd nöqtə qoyursunuz. Yenə yazıram, deməli. İndi isə keçək kəlmənin əvvəlində. Təbii ki, ərəb dilində sağdan sola yazıldığı üçün sağdan qapalı formada olur və sol tərəf isə açıq qalır. Çünki buradan hansısa bir hərfə birləşəcək. Sağdan qapalı, soldan açıq olur. Bir daha qeyd edim, sağdan sola doğru yazıldığı üçün sol tərəf açıq qalır ki, yəni buradan başqa bir hərfə birləşsin. Kəlmənin ortasında isə həm sağdan həm soldan birləşdiyi üçün əvvəlcədən çıxıntı qoyuruq. Daha sonra üstündə 2 dənə nöqtə qoyuruq. Yenə çıxıntı, yuxarı, yenidən aşağı, sola doğru çıxıntı. Yəni hər iki tərəfi açıq olur. Həm sağdan, həm soldan. Çünki hər iki tərəfdən müəyyən hansısa hərfə birləşəcək. Ona görə. Sonda yazış forması isə sadəcə bir çıxıntı qoyacağıq və çıxıntı qoyandan sonra bu müstəqil, yəni sərbəst forma kimi yazacağıq. Çıxıntını qoydum və sərbəst formasındakı kimi qoyuram. İndi mən burada hərfi vururam, yəni bu şərt deyil vurulma, yəni düz də edə bilərsiniz. Sadəcə bu belə deyək də əl yazma ilə bağlı bir məsələdir. Yəni siz istəsəz hərfi sadə də, yəni formada yaza bilərsiniz və ya biraz vuraraq bəzək də verə bilərsiniz. Yəni bu bizim dilimizdə də belədir. Bir önəmli qeydi də etmək istəyirəm. Ərəb dilində təmərbuta adlı işarə var, qayda var. Bu haqda indi zehniniz qarışmasın deyə bu haqda növbəti dərslərdə məlumat verəcəm. Təmərbuta işarəsi də bəzən bu hərfin səsini verə bilər, yəni T səsini verə bilər. İndi bu haqda geniş dərsimiz olacaq inşallah, yəni hərfləri bitirdikdən sonra. Onun da yazışı belədir, yəni müstəqil formada. Bu formada yazılacaq. Üstündə 2 dənə nöqtə. Hansısa bir hərfə birləşirsə bu formada yazılacaq. Üstündə yenə 2 nöqtə. Yəni ərəb dilli mətnlərdə adətən
mətnin sonunda görəcəksiniz. Yəni bu da t səsini verir. Əgər özündən əvvəl gələn hərf özündən sonra birləşməyən 6 hərfdən biridirsə bu formada, yəni müstəqil formada. Əgər birləşən hərfdirsə bu formada ifadə olunacaq. Siz də evdə bu hərflərin ümumiyyətlə keçəcəyimiz hərflərin həm müstəqil, həm kəlmənin əvvəlində, ortasında və sonunda yazışını ən azından bir sətr olaraq yazın ki, sizin üçün bu məşq olsun. Bu qədər. Əssəlamu aleykum.